2025-2026-cı tədris ilindən etibarən paytaxt üzrə digər ümumi təhsil müəssisələrində olduğu kimi 38 nömrəli tam orta ümumi təhsil məktəbində də elektron jurnallar tətbiq olunur. Təhsil alanların qiymətləndirilməsi və digər müvafiq qeydlər rəqəmsal məktəb platforması üzərində aparılır. Bölgə TV xəbər verir ki, bu barədə Yeni Sabahın sorğusuna cavab olaraq Bakı şəhəri təhsil idarəsindən bildirilib. İdarə sosial şəbəkələrdə Yasamal rayonundakı 38 sayılı tam orta məktəbdə çəkildiyi iddia olunan görüntülərə münasibət bildirib. Paylaşılan kadrlarda məktəbdə davamiyyətlə bağlı jurnallarda uyğunsuzluğun olduğu iddia edilir. Bakı şəhəri təhsil idarəsinin arayışında qeyd olunub ki, bir sinifdə müəllim öz təşəbbüsü ilə formativ qiymətləndirilmə jurnalından istifadə edib. Bununla bağlı həmin sinifin müəllimləri ilə maarifləndirmə işi aparılıb. Elektron jurnalların tətbiq edilməsinin əsas məqsədinin qiymətləndirməni rəqəmsallaşdırmaq, valideyn məktəb əlaqəsinin daha əlçatan olmasını təmin etməkdən ibarət olduğu bir daha diqqətə çatdırılıb. Xatırladaq ki, rəqəmsal platformada şagirdlər dərs cədvəllərini izləyə, valideynlər istədikləri zaman övladlarının qiymətləri ilə tanış ola bilirlər. Rəna Rövşənqızı, BTV.